Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Amma ba'd. Əziz və dəyərli olan qardaşlar, ilk növbədə hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra özümə və sizlərə də Allahdan haqqı ilə qorxmağı tövsiyə edirəm. Çünki bu, Allah Subhanahu və Taala'nın həm bizə, həm də bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir ki, Uca Rəbbimiz buyurur: وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللّٰهِ. Biz sizdən öncəki əhli kitaba tövsiyə etdiyimiz kimi, sizə də Allahdan qorxmağı tövsiyə edirik. Həqiqətən, təqva hər bir xeyrin əsasıdır. Yəni, müsəlmanın diqqətli olmalı olan bir şeydir ki, gizlində və aşkarda Allahdan qorxsun. Həqiqətən, sənin gizlində Allahdan qorxmağın ehsan adlanır. Necə ki, ehsanın tərifində Cəbrail aleyhissələm Muhammed sallallahu aleyhi və səlləmi imtihan edir, soruşur ki, ehsan nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ehsan ən tə'budallaha kəənnəkə tərəhu fəin ləm təkun tərəhu fəinnəhu yarak. Ehsan, sən Allahı görürsənmiş kimi ibadət etməyindir. Fəin ləm təkun tərəhu, sən onu görməsən belə, Allah səni görür. Ehsan budur. Sən gizlində olan əməllərini Allah görürmüş kimi düzəldəcəksən. Ki, Rəbbim məni görür. فَاِنْ لَمْ تَكُنْ تَرَاهُ, sən onu görməsən belə فَاِنَّهُ يَرَاهُ, Allah səni görür. Və dəyərli qardaşlar, Allaha həmd sanlar olsun. Allah Subhanahu və Taala bizləri cəm edib bu gözəl məclisdə. Allah mübarək eləsin, bərəkətli etsin və Allahın sevib razı qaldığı məclislərdən olsun. Allahümmə əmin. Və fikir versək, görərik ki, hərə bir qəsəbədən, bir kənddən gəlib və bizlər qohum deyilik, yaxın deyilik bir-birimizə, hərə bir kənddəndir, qəsəbədəndir, hərə bir nəsildəndir. Amma Allah Subhanahu və Taala'nın dini sayəsində biz qardaş olmuşuq. Allah Subhanahu və Taala'nın dini sayəsində bu günlərin biz bir məclisdə cəm olmuşuq. Bizi burada cəm edən Allahın dinidir. Yalnız Allahın dini. Ona görə də Uca Rəbbimiz Ali İmran surəsi 103-cü ayədə buyurur ki, Əuzu billahi minəşşeytanirracim və a'tasimu bihablillahi cəmi'an. Allahın ipindən hamılıqla yapışın. Cemaat olaraq yapışın Allahın ipindən, Allahın dinindən. Sonra Rəbbimiz buyurur ki, və la təfərraqu, parçalanmayın. وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ كُنْتُمْ اَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ. Xatırlayın Allahın nimətin ki, siz bir zamanlar düşmən idiniz. Bir zamanlar siz düşmən idiniz. Amma Allah Subhanahu və Taala'nın dini sayəsində فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ, Allah sizin qəlblərinizi birləşdirdi. Həqiqətən də bax ki, Allahın dini sayəsində biz cəm olmuşuq. Allahın dini sayəsində biz hal-hazırda bir yerdəyik. Baxmayaraq ki, hərə dediyimiz kimi bir kənddən, bir qəsəbədəndir. Eyni nəsildən deyilik, qohum deyilik. Amma Allah bizi birləşdirdi. Və Uca Rəbbimiz ayənin sonunda buyurur ki, فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا. Allahın neməti sayəsində, dini sayəsində siz qardaş oldunuz. Yəni, bizi qardaş edən Allahın dinidir. Baxmayaraq ki, əvvəl kimlərsə düşmən idi. Kim var idi, küdurət var idi, iki qardaşın arasında düşmənçilik var idi, iki qonşunun arasında. Amma Allahın dini sayəsində qardaş oldular. Bir-birlərini əfv etdilər, bağışladılar. Bir-birlərinin ehtiyacı üçün yola çıxdılar. Bunların hamısını Allahın dini öyrətdi. Və Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, müsəlmanın qardaşıdır. Ona zülm etməz, ona haqsızlıq etməz. Onu, qardaşını düşmənə təslim etməz. Kim bir müsəlman qardaşının ehtiyacını ödəyərsə,
Allah da onun ehtiyacını ödəyər. Sonra Allah Resulü buyurur ki, kim bir qardaşının, müsəlman qardaşının sıxıntısını ortadan qaldırarsa, Allah da onun qiyamət günü sıxıntısını ortadan qaldırar. Kim bir müsəlman qardaşının eybin, qüsurun örtərsə, gizlədərsə, yaymazsa, Allah da onun eyblərini gizlədər digərlərindən. Baxın, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm qardaşlarına, tələbələrinə, sahabələrinə bunu tərbiyə edirdi. Öyrədirdi ki, siz qardaşsınız. Bir-birinizin qanınız digərinə haramdır. Namusu digərinə haramdır. Onları qardaş etdi. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən Mədiniyə hicrətdə sahabələr deyir ki, Muhammed sallallahu aleyhi və səlləm ilk olaraq ənsarlarla mühacirləri bir-birlərinə qardaş etdi. Onlara dini öyrətdi ki, siz qardaşsınız. Bir-birinizə zülm etmək haramdır. Qanı haramdır. İrzi haramdır. Və onlara qardaşlığın, əsl qardaşlığın nə olduğunu Muhammed sallallahu aleyhi və səlləm başa saldı. Ona görə də baxırsan, görürsən onların həyatına ki, baxmayaraq onların da arasında söz-söhbət var idi. İki sahabənin arasında da söz-söhbət var idi. Baxırsan tarixdə. Ancaq o dünya iki qardaşın arasına girmədi. İki sahabənin arasına girmədi. Bir-birlərini Allah üçün bağışladılar. Allah üçün xətalarına göz yumdular. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim haqlı olduğu halda mübahisədən üz döndərərsə, haqlı olduğu halda ona cənnətin kənarında ev veriləcəyinə zaminəm. Bunu Allah Resulü tərbiyə edirdi sahabələrinə. Başa salırdı ki, hətta haqlı olsan belə mübahisədən əl çəkinən. Nəyə görə qardaş? Allah üçün qardaşlıq qorunsun deyə. Allah üçün iki qardaşın arasına dünya girməsin deyə. Haqlısan, Allah üçün əl çəksən o mübahisədən, Allah sənə cənnətdə ev verəcək. İstəmirsən, dəyişəsən, əbədi olan diyara və etiqaf haqqında xatırlatma edim. Etiqaf bir müsəlmanın məsciddə, yəni Allah üçün özün məscidə həsr eləməsidir, həbs eləməsidir. Yəni məsciddə 10 gün, 20 gün, 1 ay boyunca etiqafda qalır və məscidi tərk eləmir. Yalnız Allaha ibadət edir. Bu İslamın şüarlarındandır, İslam dinindəndir. Və böyük bir savabı vardır. Etiqafın savabı kim etiqafda qalacaqsa, necə ki hədisdə gəlib, Allah Subhanahu wa Taala onunla cəhənnəm arasında 3 xəndək məsafədə səd yaradacaq. 3 xəndək. Sahabə deyir ki, hər birinin, Allah Resulü deyir ki, hər birinin arasında olan məsafə şərqlə qərbin arasında olan məsafə qədərdir. İbn Abbas radiyallahu anhu etiqafda olarkən söyləyir ki, yanıma qardaşım gəldi. Görün, İbn Abbas nə deyir? Radiyallahu anhu. Allah Resulunun əmsi oğlu. Quranı yaxşı bilən. Deyir ki, əxim, qardaşım, sən kədərlisən, nədir səni kədərli edən? Etiqafda olduğu halda digər sahabə deyir ki, borcum var, borc vaxtıdır, borcumu ödəyə bilmirəm. İbn Abbas deyir ki, istəyirsənmi səninlə, sənə olan borcunu gedim danışım, yəni asanlaşdırsın. İbn Abbas radiyallahu anh deyir ki, qalxdı ayağa getməyə, mən dedim ki, unutmusan etiqafdasan. Unutmusan etiqafda olduğunu. İbn Abbas dedi ki, bu mənə 10 il etiqafda qalmaqdan daha xeyirlidir. Sənin sıxıntına kömək etmək üçün getməyim 10 il etiqafda qalmaqdan daha xeyirlidir. Baxın, onlar belə idilər. Öz qardaşlarına sıxıntı anında, çətinlik anında
belə dəstək olurdular, belə köməklik edirdilər. Çünki Muhammed sallallahu aleyhi və səlləm onları belə öyrətmişdi. Baxın, əsl din budur, qardaşlar. Biz əməl etməsək həyatımızda bərəkət olmayacaq. O qardaşlığı istəyirsənsə, onlar necə qardaş olublarsa, biz də o cür qardaş olmalıyıq. Barakallahu fikum. Allah subhanahu wa ta'ala Həşr surəsi 9-cu ayədə buyurur ki: وَالَّذِينَ تَبَوَّأُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ. Ənsarlar hicrət edənləri, yəni mühacirləri sevərlər. Allah onların, qardaşların sevdiyinə görə ayə nazil elədi. Baxın, Allah deyir ki, ənsarlar, yəni Mədinədə mühacirləri qarşılayanlar, onları kömək edənlər, mühacirləri Məkkədən Mədinəyə hicrət edənləri sevərlər. Onlara verdiklərinə görə qəlblərində peşmanlıq hissi duymazlar. İbn Kəsir rahimehullah buyurur, nə onlara verdiklərinə görə, nə də Allah Rəsulunun onlara ayırdıqlarına görə qəlblərində peşmançılıq olmaz, yəni həsəd etməzlər. Çünki Muhammed sallallahu aleyhi və səlləm mühacirlərin nə yurtları var idi, nə evləri var idi. Ticarətlərini tərk edib Allah Rəsulu ilə hicrət etdilər Mədinəyə. Ona görə qənimətdən, qazancdan Allah Rəsulu onlara daha çox ayırırdı ənsarlardan. Maldan, mülkdən daha çox verilirdi onlara. Bax, buna görə də ənsarlar deyir ki, qəlblərimiz narahat olmazdı. Ona məndən çox verilirdi, narahat olmazdı qəlbimiz. Baxın, əsl qədərə iman belə olur. Həsəd etməzdik deyir. Özlərinə ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutardılar. Allah deyir. Ənsarların o mala, o miniyə, o evə, torpağa özləri daha çox ehtiyaclı olduğu halda qardaşların daha üstün tutardılar. Allah onların bu gözəl xislətini ayə olaraq indirdi, bizləri əzbərlətdi. Sonra Rəbbimiz onların qardaşlara etdiyi duanı xatırladı. Nəinki üstün tutardılar, onlar üçün dua edərdilər. Qardaşı üçün, ənsar, mühacir qardaşı üçün dua edərdi. Buyurardı ki, Həşr surəsi 10-cu ayədə: Rabbənə xfir lənə və li ixvaninəl-ləzīnə səbəqunə bil-iman və la tec'al fi qulubina ğillan lil-ləzīnə āmenū Rabbənə innəkə raufur rahim. Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirənləri bağışla. Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Belə dua edərdilər. Bizim qəlblərimizdə qardaşlarımıza qarşı kin salmacınan, kinin girməyinə qoymacınan, həsədin girməyinə qoymacınan. Ey Rəbbimiz, sən həqiqətən şəfqətlisən, mərhəmətlisən, rəhimlisən. Ənsarlar belə dua edirdilər mühacir qardaşları üçün. Biz də bu cür olmalıyıq, qardaşım. Qardaşımız üçün bu cür dua etməliyik. Ey Rəbbim, qardaşımı qoru cinan. Ona rəhm et cinan. Onun sıxıntısını aradan qaldır. Və İnsan surəsi 8-ci ayədə Uca Rəbbimiz buyurur ki: وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Özlərinin yeməyə ehtiyacı olduğu halda, buna baxmayaraq miskinə, yetimə və əsiri yedizdirərlər. Görün Allah nə deyir onların xisətlərindən? Özlərinin ehtiyacı olduğu halda qardaşların yedirərlər. Sonra buyurur ki 9-cu ayədə: İnnəmə nut'imukum livəchillah. Sizi yedizdirməyimiz yalnız Allahın üzü xatirinədir. İxlas, yəni, bax, ixlas budur. Yalnız Allah üçündür bu əməl. Belə deyərdilər. Livəchillah, la nuridu minkum cəzəən və la şükura. Sizdən nə bir qarşılıq istəyirik, nə də bizə təşəkkür etməyinizi. Siranı oxuyanda, sahabələrin həyatını oxuyanda baxırsan ki, nə qədər əsirlər İslamı qəbul elədi. Müşriklərdən olan əsirlər. Nəyə görə, qardaş? Bax, bu ayədə keçir. Özlərinin ehtiyacı olduğu halda yeməyi özü yeməyib əsirə verirdi.
Özü içməyib, əsrə verirdi. Gözəl ədəb nümayiş etdirirdi sahabələr. Dəvət bu cür olur qardaşlar. Dəvət budur. Ədəb. Özünün ehtiyacı olduğu halda qardaşın özündən üstün tutmaqdır. Yəni bu hamısı baxın əməldir. Əməl. Sən əməl etməsən alınmayacaq. Birinci özün əməl etməlisən ki, Allah sənə bərəkət versin dəvətinə. Həqiqətən Allah Rasulü hədisdə sünnədə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına bir kişi gəldi. Dedi ki, acam, ehtiyacı var idi, miskin idi. Peyğəmbər sallallahu aleyhi və səlləm analarımızdan, yoldaşlarından nə soruşur? Deyir ki, onu yedizdirmək nə var? Baxın, zövcələri deyir ki, ey Allahın Rəsulü, heç nə yoxdur evimizdə. Heç nə. O kişiyə verməyə heç bir yeməyimiz yoxdur. Baxın, Muhammed sallallahu aleyhi və səlləmin imtihanı bu idi. Azlıq, yoxsulluq, fəqirlik. Həyatı boyu belə oldu. Baxmayaraq ki, yer üzünə ayaq basmışların ən şərəflisi idi Muhammed sallallahu aleyhi və səlləm. Allahdan istəsəydi, Allah ona verəcəkdi. İstəmədi. Kasıblığı seçdi. Həyatı da kasıb oldu, kasıblıqla keçdi. Evində çörəyi yox idi, o ac olan sahabiyə versin. Ondan sonra səsləndi bizə ki, kim aparıb qardaşın yedizdirər, Allah onu bağışlayacaq. Sahabə deyir ki, mən dedim ki, Allah'ın Resulü, mən razıyam, mən aparıram. Apardım evimə, qardaşımı yedizdirməyə, yoldaşımdan soruşdum ki, nə var? Söylədi ki, sadəcə uşaqların, axşam onların yeməyi var, uşaqlarının. Söylədim ki, axşam olanda, hava qaralanda onları yatızdır. Yatızdır ki, bilməsinlər, yəni yeməyin olmağın. Baxın, yoldaşı da belə deyil. Hava qaralanda onları yatızdırdı. Onların yeməyin həmən müsafir qardaşa verdi. Uşaqların yeməyin. Başqa yemək yoxdur qardaş evində. Nə də qadını ona qarşı çıxmadı. Baxın, sahabə qadınlar bu cür idi, əllərini ona itaətdə. Heç nə demədi. Dedi, sadəcə uşaqların yeməyidir. Necə edim? Dedi, yatızdır uşaqları vermə. Və hədisdə ki, bu gün də az keçəcək deyir, bu gün də. Verdi həmin o müsafir qardaşına. Mən deyir, ertəsi günü Muhammed sallallahu aleyhi və səlləmlə qarşılaşdıqda, birlikdə olanda Allah Rəsulü deyir ki, filan kəs və filan kəsi Allah onlardan çox razıdır. Görün, Allah Subhanahu wa Taala vəhiy nazil edir öz Rəsuluna ki, yəni mən onlardan çox razıyam. Allah onları bağışladı. Sahabilər bu cür olublar, biz də bu cür olmalıyıq. Özümün ehtiyacım olduğu halda qardaşımı özümdən üstün tutacam. Bax, budur sahabənin ədəbi, tərbiyəsi. Bizim üçün örnəkdirlər onlar. Barakallahu fikum. Sahabələr deyir ki, Allah Rasulü söylədi ki, içəri bir nəfər girəcək, o cənnətli idi. Və bir kişi daxil oldu. Ənsarlardan idi. Və dəstəmazın suyu damcılayırdı, deyir, saqqalından. Və o getdi, ondan sonra yenə Allah Rasulü deyir ki, bir kişi daxil olacaq, o cənnətli idi. Yenə həmin şəxs deyir, daxil oldu içəri. Və getdi, Allah Rasulü yenə deyir ki, bir nəfər daxil olacaq, o cənnətli idi. 3 dəfə təkrar etdi. Yenə gördük ki, həmin kişidir daxil olan. Abdullah İbn Amr İbn As radiyallahu anh deyir ki, mən kişidən icazə aldım ki, məni evində 3 gün qonaq edərsən, həmin kişi dedi ki, gəl, apardı məni, qonaq apardı. Sahabə deyir ki, gecəni yatmadım, bustum ki, görüm, hansı ibadətlər edir, hansı əməl sahibidir ki, Allah onu cənnətdən müjdəliyir. Baxdım ki, nə namaz qılır, nə namaza qalxdı gecə namazına, nə başqa fəzilətli heç bir əməl görmədim. Sadəcə yerində deyir, fırlananda sağa sola Allah'ı zikr edərdi və Allah ucaldardı, təkbir gətirərdi. Kişi yatdığı halda fırlananda, sağa sola fırlananda. Baxın, sahabələr belə idilər. Yuxuda olarkən belə unudulmuş sünnələrdəndir. Allah'ı zikr edirsən. Bu da deyir, kiçik bir şey idi. Baxdım ki, buna görə ola bilməz. Artıq 3 gün səbrim tükəndi deyir. Soruşdum ondan ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sənin haqqında belə deyib. Nədir onun
Yəni səbəb nədir? O dedi ki, başqa heç nə yoxdur, elə gördükləri. Abdullah ibn Amr ibn Nas radiyallahu anh deyir ki, dönüb gedəndə kişi məni səslədi. Dedi ki, bir dənə mən qəlbimdə heç bir müsəlmana qarşı həsəd, kin, qış saxlamıram. Heç bir müsəlmana qarşı. Bütün yəni müsəlman qardaşlarıma haqqımı halal edirəm hər gün. Abdullah ibn Amr ibn As radiyallahu anh deyir ki, məşhur sahabə, elə sənin bu etdiyinə görə Allah səni cənnət əhl edeyim. Cənnətlə müjdəliyim. Bu etdiyin çoxlarına ağır gələn bir şeydir deyə, çoxlarının bacarmadığı bir şeydir. Allah sahabələr bu cür idilər. Öz qardaşlarına qarşı çox şəfqətli idilər, mərhəmətli idilər. Öz qardaşların özlərindən üstün tutardılar. Baxçınan, ənsarlar baxmayaraq ki, mühacirlərə ev verdilər, yer verdilər, yemək verdilər. Allah Resulü nə deyir, sünnədə nə gəlir? Ənsarlara deyir ki, qardaşlarınız mühacirlər. Onlar evlərin, diyarların tərk edib gəliblər, heç nəyləri yoxdur. Nə də iş görməyi bacarmırlar. Biz niyə? Məkkə əhli, onlar tacirlər idi. Yəni, alıb satmaqla məşğul idilər, Məkkə əhli. Amma ənsarlar, Mədinə əhli isə əkinçiliklə məşğul idi. Yəni, satış yox, ticarət yox, əksəriyyətin işi əkin idi. Ona görə Allah Resulü deyir ki, onları öz işinizlə verin, yəni onlara da iş verin, öz səmərlərinizdən, xurmalarınızdan onlara da yedirin. Belə idilər. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında kasıblar çox idi. Ətrafında kasıblar idi. Ona görə də hədisində təsəlli verir, buyurur ki, sallallahu aleyhi və səlləm, kasıblar varlılardan daha tez cənnətə girəcək. Qorxmacla kasıb olmaqdan. Sənin Peyğəmbərin kasıb idi. Ən şərəfli olan sahabələri hamısı kasıb idi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Bəkrə deyir ki, ey Əbu Bəkr, mal gətir, evində olandan gətir. İnsanların ehtiyacı var idi, Əbu Bəkrdə var idi. Müəyyən qədər yeməyi, içməyi, malı, pulu. Allah Resulü deyir ki, fəqalə Resulullah sallallahu aleyhi ve sellem Əbu Bəkr gətirir malın. Allah Resulü deyir ki, mə əbqaytə liəhdikə. Ey Əbu Bəkr, əhlin üçün nə saxladın? Baxın Əbu Bəkrin cavabına. Ömər radiyallahu anh deyir ki, həmin günü bildim ki, mən Əbu Bəkri keçə bilmərəm. Həmin günü bildim ki, Əbu Bəkr ən əfsəldir. Mən onu xeyir əməldə keçə bilmərəm. Əbu Bəkr dedi ki, fəqalə əbqaytu ləhum Allah və Rasuluhu. Evimdə Allahı və Rasulunu saxladım. Evində nə var idi, hamısını gətirdi Allah Rasuluna verdi ki, sahabələri versin, kasıblara versin, İslam'a kömək etsin. Allahın dini üçün heç nə saxlamadı evində. Belə idi, sahabələr belə idi, dəyərli qardaşlar. Və misal olaraq, Yarmuk döyüşündə olan hadisəni gətirmək olar. Şeyx söyləyir ki, وَهَذَا الْمَاءُ الَّذِي təfsirdə keçir İbn Kəsir rahiməllahın. وَهَذَا الْمَاءُ الَّذِي أُرِدَ عَلَى إِكْرِمَةٍ وَأَصْحَابِهِ يَوْمَ الْيَرْمُوكِ. Yarmuk döyüşü günü İkrimə və onun əshabına, dostlarına su gətirdilər. Yarmuk döyüşündə. Çox şiddətli bir yarı ilə yaralanmışdılar. Üçü də, üç sahabənin üçü də ölüm anında idilər. Sahabələr onlara su gətirdi. Nə deyir? فَكُلُّ مِنْهُمْ يَعْمُرُ بِدَّفَعِهِ إِلَى صَاحِبِهِ. İkrimiyə suyu verəndə o götürdü, dedi ki, ver qardaşıma. Özü içmədi o suyu. Şiddətli deyir, yəni yaraları var idi, kəsikləri var idi döyüşdən. Suya ehtiyacı olduğu halda deyir, götür ver qardaşıma, digər inildiyən qardaşına verir suyu. Özü içmir. وَهُوَ جَرِيهٌ مِثْقَالُ أَحْوَجُ مَا يَكُونُ إِلَى الْمَاءِ فَرَدُّهُ الْآخَرِ إِلَى الثَّالِثِ. Hətta beləcə ikinci də suyu içmir, deyir, ver o birisi qardaşıma. Baxırdı ki, o birisi də ehtiyacı var su içməyə. Özündən daha ehtiyacı görürdü qardaşın. Yarmuk döyüşündə. فَمَا وَصَلَ إِلَى الثَّالِثِ حَتَّى مَاتُوا عَنْ آخِرِهِمْ.
وَلَمْ يَشْرَبْهُ أَحَدٌ مِّنْهُمْ. Hətta üçüncüyə çatanda əvvəlkilər dünyasını dəyişdi. Əvvəlkilər dünyasını dəyişdi. Heç biri su içə bilmədi. Yanında olan qardaşın özündən daha üstün gördü. Öz nəfsindən daha üstün gördü. Baxmayaraq ki, eyni yara sahibləri idi, döyüşdən çıxmışdılar. Üçü də suya ehtiyacı var idi, şişirdilər sudan ötürü. İçmədi. Elə də dünyasını dəyişdi. Kəsir Rahimullah deyir ki, radiyallahu anhum, Allah onlardan razı olsun. Bizim üçün onlar qudvadır, nümunədir qardaşlar, örnəkdir. Biz onlara baxacağıq, onlar necə ediblərsə inşallah biz də o cür edəcəyik. Əgər istəyiriksə, o qardaşlar kimi qardaşlıq olsun bizdə, əsl sələfi qardaşlıq olsun, bu zaman sənin sələfin necə edibsə sən də etməlisən. Əks halda olmayacaq, bərəkət olmayacaq qardaş. Və yekun olaraq Şeyx Rabi İbn Hadi Əl-Mədxali, Allah ona rəhmət etsin şeyxə, bu yaxında dünyasını dəyişdi. Allah Subhanahu taala istəyirəm ki, Allah onun elmindən bizləri faydalanıb və faydalandırmağa müvəffəq etsin. Allahumma amin. Allah şeyxə rəhmət etsin, qəbrini genişləndirsin. Şeyxin nəsiyyəti ilə yekunlaşdırım. Şeyx buyurur ki, qardaşlıq əlaqələrinin qorunmasına həris ol günah. Əgər aranızda bir narazılıq yaranarsa, keçmişi unutmağa və yeni, təmiz bir səhifə açmağa çalışın. Əgər aranda narazılıq varsa qardaşınla, unutmağa çalış. Yeni səhifə açına, hara kimi davam edəcəksən. Allah Rasulunun yenə hədisini xatırladıram. Kim haqlı olduğu halda mübahisədən üz döndərərsə, cənnətdə Allahın ona ev verəcəyinə zaminəm deyir Muhammed sallallahu aleyhi və səlləm. Allahdan müvəffəqiyyət istəyirəm. Şübhəsiz ki, müvəffəqiyyət Allahdandır. Allah subhanahu wa ta'ala bizi eşidib, faydalanlardan etsin və bu məclisimizi xeyirli, bərəkətli etsin, saylarını artırsın. Və dəyərli qardaşlar, fikir verin, rahat oturduq, yedik, Allahın verdiyi halal nemətlərdən yedik, içdik, əmin-aman şəkildə. Heç kəs bizi incitmədi. Evimizdə əhl-i beytimizi, malımızı qoyub gəlmişik, rahat halda. İnşallah ki də rahat qaydacağıq onları, necə qoymuşuq elə tapacağıq. Əmin-aman, bunların hamısı heç nədən olmayıb. Hamısı əmin-amanlığımızı qoruyanlar var. Onlardan baş rızası ölkə başçımızda, Allah ondan razı olsun. Odur ölkəmizdə əmin-amanlığı qoruyan. Uğurlarımız onun sayəsində Allahın izni ilə o səbəbdir. Günü-gündən uğurlar qazanır vətənimiz. Və həmçinin bizim dövlət təhlükəsizliyimizi qoruyur. Allah onların hər birindən razı olsun. Və ibadətlərimizdə, duaların icabət olunan vaxtında bunları unutmamalıyıq. Onlar üstündə dua eləməliyik. Rəbbimizə həmd sanlar olsun. Bizə bu əmin-amanlıq nimətini verib. أقول ما تسمعون استغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب واستغفروه إنه هو الغفور الرحيم